Axşamınız xeyir uşaqlar. Bugünkü izahımız ismin cəmidir. Bilirsiniz ki, isimlər cəm və tək olur. Azərbaycan dilində də belədir. Cəm isimlərə deyirik plural, tək isimlərə isə deyirik ki, singular. Singular nounlar, yəni tək isimlər anlamına gəlir. Plural nouns isə cəm deməkdir. İsmin cəmi uşaqlar qaydaya tabe olan isimlər S və ya ES ilə cəmlənir ki, bunların da tərcüməsi lar-lərdir. Biz ismin cəmini təki cəmə çevirərkən, ismin cəmini düzəldərkən Azərbaycan dilindən fərqli olaraq ismin cəmində bir sıra qaydalar tətbiq olunur burada. Birinci qaydamız odur ki, biz ismin qabağında EN olarsa, məsələn, isim yazaq. Məsələn, ismi cəmləndiririk, tutaq ki. Birinci qaydamız odur ki, ismin əvvəlindəki EN artiklı atılır. Və ismin üzərinə S və ya ES əlavə olunur. Görürsünüz, noun S. Baxaq, birinci qaydamız S-ə aiddir. Article, articles və s. Baxın, görürsünüz, isimləri təki cəm eləmişik. Baxın, uşaqlar. İkinci isə bizdə qayda nədir? Əgər ismin sonu S, double S, SH, CH, TCH, X, Z, O hərfi ilə bitərsə, bu zaman ismə ES əlavə olunur. Amma yuxarıda biz dedik ki, isimlərə, əksər isimlərə S əlavə olunur. Amma bu hərflərlə bitən isimlərə ES əlavə olunur. Məsələn, Fox sözü X-lə bitib, bus, class, bush sözü SH, CH. Görürsünüz, bu sözlər yuxarıda adlı çəkdiyimiz hərf birləşmələri dediklərimiz, bayaq qeyd elədiyimiz hərf birləşmələrlə bitən isimlərdə ES əlavə olunub. Görürsünüz uşaqlar ismə. Baxın. Bu qaydaya tabe olmayan söz monarch və stomach sözüdür. Niyə? Bu sözlərdə CH ç səsini deyil də, ç səsi yox, k səsi verdiyinə görə biz ona yalnız S əlavə eləyirik. Əslində CH-dən sonra bizim qaydamız odur ki, ES əlavə eləməliyik. Amma biz bu qaydaya tabe olmuruq. Niyə? Çünki bu sözlərdə monarch və stomach sözü də CH hərf birləşməsi k səsi verir. Ona görədir. Üçüncü qaydamız, qeyd elədiyimiz qaydamız O hərfi ilə bitən sözlərdə cəmlənmədir. Uşaqlar, O hərfi o biri hərflərdən fərqli olaraq biraz daha geniş qeyd olunub. Baxın, O-dan sonra əslində ingilis dilində biz ES əlavə eləyirik. Bayaq dedik ki, sözün sonu S, double S, SH, CH, X, O, Z hərfləri ilə bitərsə, biz əslində bura ES əlavə eləməliyik. O hərfi də bu hərflərdən biridir. Tomato, hero, eco, veto sözlərində görürsünüz, ES əlavə olunub hamısına. Baxın uşaqlar. Amma bu qaydadan fərqli olaraq memento, motto, tornado, volcano, buffalo, cargo, mosquito sözlərində O hərfi ilə bitməsinə rağmen biz ona S və ya ES əlavə, yəni həm ES əlavə eləsəz düzdür, həm S əlavə eləsəz düzdür. Baxın, motto sözündə S və ya ES. Baxın uşaqlar. Hər iki qayda düzdür. Yəni onu motto sözünü, baxın, motto sözünü S-lə də versə, əgər testdə, variantlarda düzdür. O hərfindən sonra ES artırsa da düzdür. Yəni bu iki qayda ikisi də keçərlidir. Amma uşaqlar, bir qrup söz vardır ki, məsələn, video, kilo, foto, radio, solo, soprano kimi sözlərdə bu isimlərə yalnız S artırmaqla düzəlir. Bunları da xüsusi bir izahı yoxdur. Yalnız əzbərləməklə öyrənəcəksiniz. Uşaqlar, sonra yazı qaydalarımız başlayır burada. Birinci yazı qaydamız Y hərfinə aiddir. İkinci yazı qaydamız isə F-ə aiddir. Sözün sonu Y ilə bitərsə və Y-dan əvvəl konsonant, yəni samit gələrsə, Y hərfi atılır, Y-ı atırıq və onun əvəzinə I hərfini yazıb, üzərinə ES əlavə edirik. Yəni, bu qaydaya tətbiq edirik. Məsələn, baxın, baby sözündə Y-dan əvvəl nə gəlib? B hərfi. Samitdir də. O zaman Y hərfini atıb
və onu I ilə əvəz eləyib, üzərinə ES əlavə eləmişik. Və yaxud da city sözündə Y-dan əvvəl samit gəlib T hərfi, Y hərfi atılıb, yerinə I hərfi yazılıb və üzərinə ES əlavə olunub. Country sözü də həmçinin. Amma Y-dan əvvəl görürsünüz, bunu A variantı deyə qiymətləndirək, bura isə B yazaq. Y-dan əvvəl görürsünüz, sait gələrsə amma, bax bunlar saitdir, üstünə yazaq sait. Sait gələrsə Y dəyişmir. Y saxlayıq, yalnızca S əlavə edirik. Boys, days, race, stories. Görürsünüz, bu sözlərdə Y-dan əvvəl A hərfi, saitlər gəlib, O hərfi və s. Ona görə də Y dəyişməyib, yalnız S əlavə olunub. C variantı dediyimiz uşaqlar Y hərfi ilə bitən xüsusi isimlərdir. Yəni bu xüsusi isimlərdə Y-dan əvvəl biz demişdik ki, samit gələndə, bax Y-dan əvvəl samit gəlirsə, onda Y-ı artırıq, A-ya dönüşdürürük, üzərinə ES əlavə edirik də bu qayda. Amma bu qayda burada keçərli deyil. Niyə? Çünki The Kennedy ilə February sözündəki Y-lar xüsusi isimlərin tərkibindədir. Ona görə də biz bu qaydaya tabe olmayaraq yalnız S əlavə edirik. Baxın, ikinci yazı qaydamız uşaqlar F-ə aiddir. F hərfində cəmlənmə necə baş verir? F V-yə çevrilir. Yəni F-i atırıq, bayaqki kimi necə Y-ı atdıq I hərfi ilə əvəz elədik, üzərinə ES. Burada da F-i V ilə əvəz eləyirik, üzərinə ES əlavə eləyirik. Baxın, wolf sözündə F atılır, V-yə dönüşür və üzərinə ES əlavə olunur. Shelf sözündə F-i atmışıq, yerinə V yazıb, üzərinə ES əlavə eləmişik və bu tip. Knife, half, wife və leaf sözündəki kimi. Amma uşaqlar, bir qrup söz var ki, scarf sözü kimi, hoof və warf sözü kimi bu sözlərdə F-i V-yə dəyişib, üzərinə V-yə dönüşdü, üzərinə ES əlavə eləsəz də olar. F-i dəyişməsəniz də üzərinə sadəcə S əlavə eləsəz də olar. Yəni hər iki variant düzdür. Görürsünüz, 3 sözdədir. Scarf, hoof və warf sözlərində. Yəni, hansı variant varsa, ikisi də düzdür deməkdir. Ümumiyyətən, bu, deməli, biz dəyişdik Y-ı A-ya və F-i də V-yə. Bu, dəyişiklik eləyərkən, hansısa hərflər nə ilə əlavə eləyirsiniz uşaqlar, onda mütləq o həmin hərfin üzərinə ES əlavə edirsiniz. Məsələn, Y A-ya dönüşür, üzərinə mütləq ES əlavə edirsiniz. Və yaxud da F V-yə dönüşür, üzərinə ES əlavə olunur. Uşaqlar, üçüncü F-ə aid olan qayda odur ki, bəzi sözlər vardır ki, F ilə bitsə belə heç bir dəyişiklik olmur. Biz onu yazmışdıq, necə olubsa kompüter onu qeyd eləməyib. Məsələn, chief sözünə baxaq. Chief, roof, handkerchief. Çalışıram ki, xəttim yaxşı düşsün. Oxuya bilərsiniz. Believe, proof. Bu sözlərdə uşaqlar, məsələn, cliff sözündə yazaq. 2 F ilə bitən, yəni double F ilə bitən sözlərdə ümumiyyətlə dəyişiklik olmur. Bu sözləri də əzbərləmək lazımdır. Məsələn, chief sözünü cəmləndirərsən, yalnız S əlavə olunur. Roof da həmçinin, handkerchiefs, beliefs, proofs, cliffs. Görürsünüz? Bunlarda heç bir dəyişiklik olmur. Amma biz bayaq qeyd elədik ki, ismi cəmləndirərkən F-i atırıq, əvəzinə V yazırıq, üzərinə ES əlavə edirik. Baxın, wolf sözündə gördünüz, bayaq dedik. Birinci qaydamız buydu. İkinci qaydamız uşaqlar. Biz dedik ki, bəzi sözlər var ki, ikinci, F V-yə çevrilə də bilər, çevrilməyə də bilər. Burada çevrilib, scarf sözündə, birincidə isə çevrilməyib. Görürsünüz? Üçüncü qaydamız oldu ki, bəzi bir qrup söz vardır ki, onlarda ümumiyyətlə çevrilmə baş vermir, yalnız S əlavə olunur. Sonra gəlir uşaqlar kökündən dəyişən cəmlər. Irregular plurals. Bunlar niyə irregulardır? Yəni bunlar S şəkilçiyə tabe olmur, kökdən dəyişir, kökdəki saitlər dəyişir. Mən, men. Uşaqlar, bunların qabağına artiklı artıraq, sonra cəmləndirəndə E-ni düşürək. Mən, men olur. Görürsünüz?
Və bu sözlə eyni dəyişən woman sözüdür. A woman olur women. Child, a child, an ox. Görürsüz? Cəmləndirəndə artikellər düşüb. Child, children, ox, oxen. Bu ikisi eyni dəyişib. Tooth, goose, foot. Bu üç söz eyni dəyişib. 2 dənə o, yəni double o hərfi double i-yə dönüşüb. Mouse, mice, louse, lice. Bu iki söz isə eyni dəyişib. Uşaqlar, bəzi qaydada görünür ki, bunlara əlavə olaraq a person sözündə qeyd eləyirlər. A person adam, şəxsdir, cəmlənəndə people olur. Biz bilirik ki, people adamlar deməkdir və bunu toplu isimlərin içində biz görə bilərik. Toplu isimdir. Uşaqlar, bu səbəbdən toplu isim olduğuna görə people sözün qarşısında 2, 3, 4 miqdar saylarını qeyd eləmək olmaz. Məsələn, two people demək olmaz. Onun əvəzinə biz two persons sözündən istifadə eləyəcəyik. Yəni, gördüyünüz miqdar sayları var. O zaman people yox, persons işlətməyimiz daha doğru olar. Amma people sözün qabağında biz quantifiers mövzusundan kəmiyyət bildirən sözlərdən, məsələn, many, a few, several, bu kimi çoxluq bildirən sözlərdən istifadə edə bilərik. Uşaqlar, people sözünün başqa mənası da var. Yəni, homonim deyək. Bir mənası da xalq deməkdir. Xalq mənasında bildiyimiz kimi people təkdir, qabağında artikel artıracağıq və tək isimdir, cəmi s-lə düzəlir. Məsələn, a people xalq, two peoples, iki xalq. Burada iki adam demək olmaz. Yəni, bu iki adam demək deyil. İki xalq deməkdir. Və bunların yəliyi də s-lə bitdiyi üçün yalnız apostrofla düzəlir. Amma burada qeyd olunub. There shouldn't be more than 7 or 8 persons. Baxın, görürsünüzmü? Burada people sözünü istifadə eləməyibdir. Yəni, 7-8 nəfər deməkdir. Nəfər sözü nədir? Persondır. Yəni, 7 və 8 saylar işləndiyinə görə biz orada persons sözündən istifadə eləmişik, people deyil. Deməli, uşaqlar, sonraki qaydamız plural same as singular. Yəni, təki və cəmi eyni olan sözlər. Biz təki və cəmi eyni olan sözləri iki yerə ayıraq. Bir qrup söz var ki, təki cəmi eyni olanların içində s-lə bitir. Baxın, görürsünüz, bura kimi belə qeyd eləyək. Bu sözlərin sonundakı s-lərə fikir verin. Baxın, uşaqlar, hamısının sonunda s var. Bir qrup sözlər var ki, amma sonunda s əlavə olunmur. Təki və cəmi eynidir. Yəni, bunları belə başa düşək. Təki və cəmi eyni olan sözlər s-lə də bitə bilər, s əlavə oluna bilməyənlər də var. Məsələn, birinci, species sözünü deyək. Species nədir? Növ, cins. Bu söz bu hal-hazırda təkdir. Nədən bilərik? Artikelından və yaxud da dizzət işarə vəziyindən bilə bilərik. Və yaxud da one species deyə bilərik. Yəni, bu sözlər, bunlara determine deyirik də, ismin qabağında işlənən. Yəni, bu sözlər hal-hazırda species sözünün tək olduğunu bildirir. Amma bu sözlərin qabağında many sözü olsaydı və yaxud da a few, bir neçə, və yaxud da several, və yaxud da different sözü olsaydı, müxtəlif sözü. Bu tipli cəm bildirən sözlər olardısa, onda biz species'i necə götürəcəkdik? Cəm kimi. Buranı biz təmizləyək, təzdən qeyd eləyək. Ümid edirəm ki, başa düşdünüz. Məsələn, burada sheep deyə sözünə baxaq, deyə, maral. Məsələn, deyə deyir testdə, o zaman bu maral təkdir. Və yaxud da to deyə deyir. Bu zaman qarşısındakı söz determinedən bilirik ki, bu artıq cəmdir, maral. Və yaxud da many sözü var. Yenə biz bilirik ki, many deyə nə deməkdir? Çoxlu maral, cəmdir bu. Deməli, əgər ismin qabağında bu sözlərin qarşısında en artiklı, dizzət işarə vəziyi və yaxud da one sözü varsa, o zaman biz bunları necə götürəcəyik? Tək kimi. Yox, əgər many, a few, several və different sözü
bu tipli miqdar bildirən, kəmiyyət bildirən sözlər varsa, o zaman biz bunu cəm kimi qeyd edəcəyik. Aşağıdakı misala nümunəyə baxaq. Uşaqlar, ship sözünün qabağında artikl yoxdur. Demək ki, bu cəmdir. Amma a shipdirsə, demək ki, bu təkdir. A Swiss bir İsveç, to Swiss 2. Bu artıq bunun cəm olduğunu, burada isə artikl tək olduğunu verir. A fish balıq təkdir. Many fish cəmdir. Uşaqlar, fishes nədir bəs? Fishes müxtəlif növ balıqlar anlamına gəlir. Məsələn, tutaq ki, bəzi balıqlar, məsələn, kirpi balığı. Bu şişir də, bilirsiniz, pufferfish. Bu bir növ balıqdır və yaxud da tutaq ki, bir asetrin balığı olsun, ya skumbriya olsun. Yəni müxtəlif növ balıqlar, sarı olar, qırmızı olar. O zaman fishes müxtəlif növ balıqlar anlamında cəmlənə bilir. Məsələn, different fishes, müxtəlif növ balıqlar. Balıq, uşaqlar, ümumiyyətlə biraz daha geniş sözdür. Balıq ət mənasında. Məsələn, balıq sözü əgər ət kimi götürülürsə, balıq əti, o zaman biz balığı tək kimi götürəcəyik. Baxın, və sailməyən isim olacaq. Məsələn, sailməyandırsa, balıq əti. Fish yazıram. Buraya yazıram balıq əti. Balıq əti. Uşaqlar, onda fish demək olmaz. Balıq ətidirsə artiklı yığışdırırıq. Much fish, çoxlu balıq əti nəzərdə tuturuq. Və yaxud da a little, biraz balıq. Və yaxud da little, az. Bu sözlərdən bilirik ki, və ya some söz olsun, biraz. Some, biraz deməkdir. Bu sözlərdən sonra fish gəldisə, o zaman biz bunu balıq əti kimi götürürük. İndi görək, bəs biz balığı heyvan kimi necə götürürük? Məsələn, akvariumda, dənizdə balıqlar var desək, çayda balıq üzürdü. Mən 2 balıq tutdum. Atam 2 dənə balıq aldı heyvan olaraq da. O zaman a fish desək düzdür. Bir balıq olur. One fish də deyə bilərik. This fish təkdir bu ikisi. Many fish, çoxlu balıq heyvandır da. Bu cəm kimi götürürük. Və yaxud da some fish, bir neçə balıq. Və yaxud da different dedirsə, müxtəlif növ balıqlar növlərdə, balığın müxtəlif növləri onda cəmlənə də bilir. Bayaq qeyd elədiyimiz kimi. Bu qaydaları qeyd eləyərsiniz. Sonra uşaqlar, mən dərs keçərək izah verəndə həmişə cəm olan isimləri 2 qrupa bölürəm. Həmişə cəmdir bunlar. Biri toplulardır, uşaqlar, toplu isimlərdir. Bunların təki yoxdur da. Toplu isimdir. Biri də bir əşyadır, 2 tərəfi var. Yəni həmişə cəmdə olanlar 2 yerə bölünür. Toplu isimlər, bir də bir əşya olub, yəni tək əşya olub, 2 tərəfi olan isimlər. Hər ikisi həmişə cəmdir. Baxın uşaqlar, bunları da toplu isimlərin özlərini də 2 yerə bölmək olar. S qəbul eləməyənlər, məsələn, people, poultry, cattle, police, gentry. Görürsünüz, bunların sonunda S yoxdur. Amma biz bilirik ki, bunlar cəmdirlər. Məsələn, S olmasa belə. Amma clothes, personal sözü də S-lə bitməyib. Görürsünüz, oats, regards. Burada uşaqlar binocular səhv gəlib bura. Bu bir əşyadır, 2 tərəf olandır. Regards sözü. Və yaxud da contents. Görürsünüz, davam eləyir. Görürsünüz uşaqlar, bax, S-lə bitib, görürsünüz hamısı. Bunların sonundakı S-lərdən bilmək olur ki, bunlar cəm isimlərdir, yəni topludur. Toplu isimlərin qarşısında miqdar sayından istifadə eləmək olmaz. Yəni 2, 3, 4 sözlərini işlətməyin. Gəldik uşaqlar 2 hissəli əşyalara. 2 hissəli əşyalar baxın. 2 hissəli əşyalar 2 yerə bölünür. 2 tərəfi var yəni. Shorts, tights. Buna köynək aid deyil. Bəzi uşaqlar elə bilir ki, 2 qolu var, köynək də bura aiddir. Xeyr. Shorts, shortikdir, tights. Ayaqlılardan gedir bu. Binoculars, görürsünüz burada yuxarı səhv düşmüşdür. Binoculars, binokul. Yəni bunlar 2 tərəfi olan
əşyalardır ki, həmişə cəm götürülür. İngilislər buna sayılmayan cəmlər də deyirlər. Niyə sayılmır? Bunların qabağında 2, 3, 4, yəni miqdar saylarını vermək olmaz. En artiklını, one sözünü vermək olmaz. Çünki bunlar təklik bildirir artikllar. Amma biz də dedik axı ki, bu iki hissəli əşyalar cəmdirlər. Sadəcə bunları saymaq olmur da, miqdar sayları ilə. Qarşısında miqdar sayı işlətmək olmaz. Bəs necə bildirək 2 shortik? O zaman nə edəcəyik? A pair of numerativindən istifadə edəcəyik. A pair of-dan sonra gələn isim həmişə cəm olur. Məsələn, bir shortik desək, deyəcəyik ki, a pair of shorts. Görürsünüz? Bu bir dənə shortik deməkdir. Amma ikisini desəniz, məsələn, iki kəlbətin desən, 2 pairs of tongues. Baxın uşaqlar, görürsünüz? İndi burada bir başqa da qayda var. Miqdar sayından sonra gələn isim mütləq cəmlənir. Bəzi uşaqlar miqdar sayını of-dan sonraki sözlə əlaqələndirirlər. Xeyr, miqdar sayı hansı ismin qarşısındadırsa ona aiddir. Yəni, 2 pairs-a aiddir. Of-dan sonraki sözə aid deyil. Sadəcə fikir verməniz lazımdır ki, a pair of-dan sonra isim həmişə cəm olsun. Vəssalam. Və ondan sonra a pair of-dan sonra, məsələn, yazırıq a pair of jeans. Bir dənə cins anlamına gəlir. Burada xəbər tək olacaq, is. Niyə? Çünki of-dan sonraki söz bizim mübtədamızdır. A pair of, bir cüt. Amma desəz ki, 2 pairs of jeans. O zaman biz onda xəbəri cəm verəcəyik. Çünki 2 pairs-a aiddir. Sonra gəlir uşaqlar, qaydamızın növbətisi substantivləşmiş sifətlərdir. Yəni, sifət isimləşir. Sifətin isimləşməsi nə deməkdir? Sifət ismin xarakter xüsusiyyətlərini qəbul edir. Yəni, isim kimi artikldan işlənir. Biz bildik ki, artikldan işlənmə yalnız ismə aid bir xüsusiyyətdir. Artikl ismlə bilavasitə bağlıdır. The blind nə deməkdir? Korlar. Görürsünüz? Kor nədir? Sifət. Sifət nə oldu burada? İsimləşdi. İsimləşərək artikldan istifadə olundu. Mübtəda, xəbər, tamamlıq rollarında çıxış eləyirlər. Sadəcə bunlar natamam isimləşiblər. Niyə? Çünki bunlara deyir s qəbul əlavə eləmək olmaz. Görürsünüz? Without s. S artırmaq olmur. Bunlar natamam, yəni tam isimləşə bilməyiblər. The blind nə deməkdir? Korlar. Və yaxud da the old nə deməkdir? Qocalar. Qocalar bizim mübtədamızdırsa, o zaman biz xəbəri cəm götürəcəyik. Amma biz dedik ki, s qəbul eləmir bu sözlər. Yəni, s-lə cəmlənə bilmir. Cəmlənə bilməsə belə, biz onu cəm götürəcəyik. Çünki bunlar toplu kimi substantivləşiblər. Uşaqlar, ümumiyyətlə, bu isimləşən sifətlər özü iki yerə bölünür. Bunu belə qeyd eləyək. Biri kütlədir, insanlar kütləsi. Məsələn, buradakılardan, məsələn, the blind, korlar. Birini yazaq bura, qeyd eləyək, başa düşün deyə. The blind, korlar. Biri isə millət adlarıdır. Millət adlarına da deyək, the English, ingilislər. Görürsünüz uşaqlar, substantivləşmiş isimlər, yəni sifətlər daha doğrusu iki yerə bölündü. İnsanları bildirir, bir də milləti bildirir. Məsələn, the blind, the young, the poor, kasıblar, bunlar insanlardır. The famous, məşhurlar, the deaf, karlar, the old, qocalar, the jobless, işsizlər. Amma the English nədir? Millətdir, ingilislər. Baxın, the Irish, İrlandlar, the dead, ölülər və s. Görürsünüz uşaqlar? Heç biri də s qəbul eləməyibdir. Deməli, millət adları z artiklından işlənir, biz bildiyimiz kimi dil adından fərqli olaraq. Bunların hamısı cəmlənə bilmir deyə bir qayda yoxdur da. The English, the French. Bax, bu sözlərdə cəmlənmə olmur. Niyə? Çünki sonu sh və ch ilə bitənlərdə cəmlənmə baş vermir.
Amma digərləri cəmlənə bilir. Məsələn, Amerikanlar desək, the Americans. Görürsünüz uşaqlar. Çünki sonu S, H, ES, CH ilə bitmir deyə SES əlavə eləməmişik. The Americans, the Italians. Və bir də the Japanese yazaq. Bax, burada da uşaqlar cəmlənmə baş vermir. Görürsünüz. Amma digərlərində mütləq cəmlənmə olacaq. The Irish. Niyə? Çünki SH ilə bitibdir. The Chinese ESE ilə bitib. Deməli, sonu SH, CH, ESE ilə bitənlərdə cəmlənmə baş vermir. Qalan millət adlarında cəmlənmə olur. Məsələn, the Russians. Millət adı da cəmlənmə olacaq. Gəldik uşaqlar, qaydamızın axırlarına çıxdıq. Biz demişik ki, S şəkilçisi lar, lər deməkdir və cəm deməkdir. Amma hər gördüyümüz isim S ilə bitirsə, o cəmlənmə anlamını almır. Sonu S ilə bitib tək olanlardan danışacağıq. Birinci söz uşaqlar, bütün testlərdə rastınıza çıxır news sözü. News sözü necə isimdir? Bu xəbər deməkdir də, ya da xəbərlər deyil. Xəbərlər desəniz belə, bu təkdir. İkincisi oyun adlarıdır. Billiards, dominos, drafts, dama oyunu, chess, şahmat. Sonu S ilə bitsə də təkdir. Üçüncü xəstəlik adlarıdır uşaqlar. Measles, qızılca, rickets, raxit xəstəliyi, rabies, quduz. Dördüncü qaydamız ölkə adlarıdır ki, S ilə bitsə də biz onu tək götürürük. Beşinci qoşa S-dir. Görürsünüz? Biz nə demişdik? Demişdik double S-dən sonra biz cəmləndirəndə ES əlavə edirik. Görürsünüz, double S ilə bitibdir. Fənn adları uşaqlar, məhz, riyaziyyat. Altıncı isə, yeddinci qaydamız isə X ilə bitənlərdir. Phonetics, physics, optics və s. Deməli, bu isimləri harada gördünüz, siz bunu tək kimi götürəcəksiniz. Mürəkkəb isimlərin cəmlənməsi. Axırıncı qeydimiz. Mürəkkəb isimlər necə yazılır? Bitişik, defislə və ayrı. Mürəkkəb isim dedikdə biz iki və ya daha çox ismin birləşməsini nəzərdə tuturuq. Burada bitişik yazılan mürəkkəblərin cəmlənməsidir. Butterfly. Qarşısına E artiklı artıraq, cəmlənəndə E artiklını düşürək. Butterfly sözündə Y hərfi ilə bitib və Y-dən əvvəl samit gəlib, L hərfi. Və Y-ı atmışıq əvəzində I hərfini yazıb üzərinə ES əlavə eləmişik. Bu cəmlənmə harada baş verir? İkinci tərəfdə. Yəni, bitişik yazılanda sözün sonunu cəmləndiririk. Snowman sözü də mənlə bitdiyi üçün tərkibində mən woman olanda mən menə, woman da womenə dəyişir. İkinci mürəkkəb isimlərdə qaydamız uşaqlar, mən woman bəs sözün əvvəlində gələrsə və defislə yazılanda necə olacaq? Mən, men olur, teacher isə teachers. Niyə? Çünki hər iki tərəf cəmlənir. Məsələn, a woman doctor yazaq. Woman doctor nə deməkdir? Qadın həkim. Cəmlənəndə necə olacaq? Əvvəlcə artiklı atacağıq və hər iki tərəfi cəmləndirəcəyik. Woman olacaq women, çünki kökü dəyişir. Doctor isə doctor sözü ilə əvəz olunur. Üçüncü, defislə yazılan isimlərin cəmlənməsidir. Uşaqlar, defislə yazılan isimləri cəmləndirərkən biz iki qaydanı nəzərdə tutmalıyıq. Birinci A variantında nədir? Sister-in-law, əgər mürəkkəb ismin tərkibində isim komponenti varsa, o zaman əsas məna verən söz cəmlənir. Sister-in-law baldız sözündə əsas məna verən söz sisterdir. Ona görə də biz birinci tərəfi cəmləndirəcəyik. Əvvəl artiklı düşürürük və sister-sistersdən o biri sözlərə, yəni defisdən sonraki sözlərdə dəyişiklik eləmirik. Və uşaqlar, bunu qeyd edeyim ki, sister-in-law sözünü biz yəlik halını da apostrof esi sona əlavə eləməklə yəlik halını düzəldirik. Sister sözü istəyir tək olsun, apostrof es cəmləndirsək sister yenə də eyni proses baş verir. Amma tərkibində isim yoxdursa, baxın, forget me not və bu ismin, bu mürəkkəb isim öz əvvəlki mənalarını itiriblər də. Forget me not əvvəlki mənasında işlənməyib. Yəni, mənaları sözün itirilib.
Forget me not gül adıdır. O zaman tərkibində isim olmadığına görə forget unutmaq feildir. Me əvəzikdir, obyektal, şəxsəvəzin obyektal, not isə inkar ədatıdır. Baxın, bu sözün heç biri isim deyil, amma üçü bir yerdə isim yaradıb, mürəkkəb isim yaradıbdır. O zaman cəmlənmə sözün sonunda baş verir. Forget me not olur. Məsələn, merry-go-round sözünə baxaq. Merry-go-round sözündə birinci artiklı yazaq, sonra artikl düşürək. Çünki artikl ancaq tək isimlərə aiddir. Uşaqlar, merry-go-round, merry şən, go getmək, round yumru. 2 dənə sifət və bir dənə feildən ibarət birləşmə yaradıb mürəkkəb isim. Defisdə yazılan mürəkkəb isim. Bu zaman cəmlənmə sonunda baş verir. Niyəsi odur ki, bu sözlərin tərkibində isim yoxdur. O zaman son cəmlənir. Yerlənçək deməkdir, karusel. Sözün sonu S-lə bitir, hansı sözlər mən-mənə çevrilmir. Roman sözü, uşaqlar, Roman və yaxud da German, Alman sözü. Bu sözlərdə mən, adam, kişi bildiyimiz o söz deyil də, sözün köküdür. Roman. O zaman sözün kökündə mən sözü olduğuna görə biz cəmlənməni S-lə bitiririk. Romans, Germans. Yəni, mən-mənə çevrilmir. Yəni, bunun nomanı ver, nomen elə. Belə şey yoxdur, səhvdir bu. Ümid edirəm ki, uşaqlar, qayda sizin köməyinizə çatacaq. Hər şeyi düzgün başa düşdünüz və qeydlərinizi aparın. Hər bir qaydaya aid olan qeydləri götürün. PDF-i də paylaşacağım sizlə. Gecəniz xeyrə qalsın. Uğurlar.